Yadına düşür, sarı yerdə gəldik, o yaxşı güllü çiçəkli yerlərdə. Yaxşı, orada gün gördü, yaxşı ömür sürdü. Xoşbəxt bir ömrün uğuru nə var dövlətdə, nə də yüksək vəzifədə olur. Elə ailələr var ki, onların ən böyük sərvəti birlikdə keçirdikləri illər, qoruduqları sevgi və yetişdirdikləri övladlarıdır. Beyləqan rayon sakini Balaxan Əzimov və onun ömür gün yoldaşı Gülaya xanım məhz belə insanlardandır. Onların həyat hekayəsi düz 60 ilin sınağından keçən sevginin, sədaqətin və qarşılıqlı hörmətin nümunəsidir. 60 il təkcə təqvimdə ötüb keçən zaman deyil. Bu illərin içində həyatın acılı şirinli sınaqları var. Bu dağda xəstələnəndə heç bir yerə əlim çatmadı, bir köməkçi götürəm. Nəysə, bunu öz götürdüm, bunu apardım, vəziyyəti pis idi. Çatırdım basar keçərə, Ermənistanın basar keçərinə. Elə həqiqi qorxdum, qorxuluydu da. Allah istədi, elə Allah şükür o kərəminə. Allah qanımızı bizə çox görməsin, Allah uzun ömürlərin versin. Can sağlıqları versin. Balaxan kişi uzun illər çobanlıq edərək ailəsinin dolanışığı üçün gecəsini gündüzünə qatıb. Bu çətin ömür yolunda onun ən böyük dayağı isə Gülaya xanım olub. O da həyat yoldaşı ilə çiyin-çiyinə bütün çətinlikləri bölüşüb. 16 yaşından çobanlıqda olmuşam. Təsərrüfatı sevmişəm. Təsərrüfatla sevdirmək ora, elə təsərrüfat da mənə yaxşı nətər dərlər, üz ağarmasım olur devlətimin yanında. Özümün məsəvvarım var, yetim olur. Yəni adım, sanım olur. Balaxan kişi və Gülaya xanım 5 övlad böyüdüblər. Övladlarına zəhməti, halallığı, böyüyə hörməti, kişiyə sevgini aşılayıblar. Uşaqlarımızı da əl-ələ vermişik, özümüz belə yaxşılıqla, yamanlıqla, hər çətinliklə üzləşmişik, böyütmüşük, boya-başa getirmişik. Hamısının ailə qurubdur, hamısının balası var, hamısının şükür evləri var, eşikləri var, özlərin belə, yəni təsərrüfatla dolanmışığımız var, təsərrüfatla dolanmışıq. 85 yaşlı Balaxan kişi və 78 yaşlı Gülaya xanım sübut edirlər ki, uzunömürlü ailənin sirri qarşılıqlı hörmət, səbir, anlayış və sədaqətdədir. Bir ömrü birlikdə yaşamaq, 60 il eyni ocağın istisini qorumaq hər kəsə nəsib olmur. Leyla Vəfadar, Bizim Media Mərkəzi Aran Bürosu.